Herkese salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bu gözəl mənzərəni sizinlə bölüşməyə özümə borc bildim. Küləkli havadan sonra hər tərəf qoz çiçəkləri idi. Həyəti süpürmək 1 saat yarım vaxtımı aldı. Sonda da bu nəticə oldu. Əvvəl bizdə xırda daşlar belə yox idi. Sadəcə qarlı havalarda maşın çıxa bilmirdi deyə onun üçün də gətirib belə xırda daşlar tökdük həyətə. Orada isə süpürdüyüm zibilləri yandırırıq. Həyəti süpürən arada düşünürdüm ki, günorta yeməyindən nə bişirim. Elə bu vaxtı göbələkləri görüb sevindim. Günorta yeməyi üçün də göbələk bişirdim. Sizə göstərmək üçün 2 üsulda bişirdim. Bu formada rənginin gözəl olmağını istəyirsinizsə, havanı yaxşıca qızdırıb yağı da isidirik. Tam yağ isinəndən sonra göbələkləri içərisinə tökürük. Bu üsulla edəndə göbələk suyunu salmır, onun üçün də rəngi də qaralmır. Bu üsulla da soğanı qovururam, ondan sonra göbələkləri içərisinə tökürəm. Bu cür edəndə isə göbələklər suyunu salır, onun üçün də rəngi qara olur. Keçirəm pendiri mayalamağa. Südü bişirmədən sadəcə isidirik. Bu pendir mayasıdır. Hansısa bir mağazada pendir mayası istəsəniz, onlar sizə verəcəklər. Təxmini 10 litr südə 1 çay qaşığı pendir mayası əlavə etdim. Üzərini örtürük, 1 saat yarım, 2 saat gözlədirik. Pendir tutuşur, ondan sonra bu formada qarışdırırıq. 15-20 dəqiqədə gözləyirik. Üzərinə su yığılır, o suyu da bir qazana əlavə edirik. Bu cür məndə torba var idi, onun içərisinə töküb bu formada əlimlə sıxıram. Yumru forma verirəm. Onu verəndə artıq əlimizdə bərkiyəcək, onda bilirsiniz ki, hazırdır. Budur, artıq mənim pendirim də hazırdır. Bu üsulla edəndə çox gözəl alınır. Mən əlavə olaraq üzərinə ağırlıq qoymuram. Bu cür doğrayıram. Pendirdən çıxan suyu da qaynadıb süzürəm. Suyu duzluyub pendiri həmin suda saxlayırıq. Malları bağlamaq üçün kəndir hörürük. Bu formada uzun kəndir hörürük. Bu cür mallara bağlayırıq. Uzun olanda otlara rahat çatırlar. Bu da təzə çıxan cücələrimizdir. Onların da yemini, suyunu verib işimi yekunlaşdırıram. Dolma bişirmək üçün göyərti yığmağa gəlmişəm. Əgər dolmanızda heç kəvər istifadə etməmisinizsə, bir dəfə də olsa bişirəndə istifadə etməyinizi məsləhət görürəm. Kələmlər təzə idi, təzə kələmdən istifadə etdim. Dolmamız artıq hazırdır, bizə nuş olsun. Əgər kanalıma abunə deyilsəniz, abunə olmağı, fikrinizi mənimlə bölüşməyi unutmayın.